Salam, hər birinizi xoş gördük. Bu günlərim kirpi pirojnası hazırlayıram. Bunun üçün 6 ədəd yumurtanı ağlı sarılı qabımızın içərisinə əlavə etdik. Üzərinə də yarım stəkan qaynaq su əlavə edib mikserdən ağarana kimi çalırıq. Gördüyünüz şəkildə yumurta ilə su həcmi qalxdı, ağardı və 1 stəkan yarım şəkər tozunu az-az əlavə edib bir yerdə qarışdırırıq. Daha sonra 1 stəkan, bir də 2 barmaq qədərində un götürmüşük. Bunun içərisinə 1 ədəd vanil, 1 ədəd qabartma tozu əlavə edib qarışdırıb, onu da qarışımımızın içərisinə əlavə edirik. Bir yerdə qarışdırandan sonra soba listinə töküb 180 dərəcəli soba listində bişirdik. Biskvitimiz soyandan sonra stəkan götürmüşük. Stəkanın baş hissəsindən bu ölçüdə kəsirik. Hamısını eyni qaydada bu cür kəsirik. Daha sonra krem götürmüşəm. Məndə Zavarno krem var idi, ondan istifadə etdim. Siz istədiyiniz kremdən istifadə edə bilərsiniz. Arasına çəkirik gördüyünüz kimi. Sonra bir dənəsini də onun üzərinə qoyuruq. Onu da üstünü kremləyirik. Daha sonra kənarlarını kremləyirik. Və həmən bu biskvitin kənar hissələrinə də oxantı etmişəm. Onu da gördüyünüz şəkildə bu cür oxantı edəndən sonra həmən pirojnamızın üzərinə və kənarlarına, hər tərəfinə yaxşıca vururuq. Gördüyünüz kimi bu cür, bu qayda ilə hər birini hazırladıq. Sinimizə yığmışıq. 1-2 saat gözlətdikdən sonra nuş edə bilərsiniz. Çox ləzzətli, dadlı pirojnalar alındı. Bəyəndinizsə like etməyi unutmayın. Dəstək olun. Çox sağ olun.